Bismillahirrahmanirrahim. Həzrəti İmam Cəfər Sadiq əleyhissalam, İmam Mehdi əleyhissalamın uzun müddətli qeybi zamanında baş verən hadisələrdən danışarkən, xüsusi səhabələrdən olan Zürarə imamdan soruşur. Əgər o zamanda olsam, nə etməliyəm? İmam Sadiq əleyhissalam buyurdu, bu duanı oxu. İlahi, mənə özünü tanıtdır. Əgər özünü mənə tanıtdırmasan, sənin peyğəmbərini tanımaram. İlahi, öz rəsulunu mənə tanıtdır. Əgər öz rəsulunu mənə tanıtdırmasan, sənin höccətini tanımaram. İlahi, höccətini mənə tanıtdır. Əgər öz höccətini mənə tanıtdırmasan, dinimdən dönərəm, zəlalətə düşərəm.